sabahları Paşinyan dedi ki, mənim konstitusiyon üstünlüyüm yoxdur, konstitusiyon qərarlar qəbul edə bilmirəm. Gəlin mən konstitusiyanı dəyişmədən, bax sizin müzakirə edirik də. Konstitusiyanı dəyişmirəm, bunu mənə güzəştə gedin. Sizinlə hələ konstitusiyanı dəyişmirsə sülh müqaviləsi imzalanmırdı. Yəni Azərbaycanın şərti ortadadır. Gəlin bunlar konkret tələbimiz var. Konstitusiyanı dəyişəcək, sülh müqaviləsi sonra imzalanır. Yaxşı, tutaq ki, bu konstitusiyanı dəyişməyə ya da imkanı yoxdur. Konstitusiyanı dəyişə bilmirsə sülh müqaviləsi imzalaya bilmir. Onda bizim nə etməliyik onda biz? Konstitusiyanı indiki şəraitdə dəyişə bilmir də. 6 ay sonra konstitusiya imkan verirsə ona referendum keçirsin. 6 aydan sonra o referendum keçsin, o imkan verir. Amma söhbət ondan gedir ki, biz sülh müqaviləsini imzalaya bilərik. Ermənistan da Paşinyan da öhdəlik götürər. Biz onu güzəştə getdik. Növbəti 6 aydan sonra referendum keçirilib konstitusiyanı dəyişəcək. Paraflamaqla biz onu güzəştə getdik. Biz heç paraflamağa da razı deyildik ki, Ermənistanın konstitusiyasında o bənd çıxarılmalıdır ərazi iddiası ilə bağlı. Çıxarılmadan Amerikanın xahişi ilə biz getdik ondan avqustun 8-də parafladıq. Onda indiki nəticə Paşinyanın tam maraqlarına uyğundur ki. Güzəştə getdik ondan. Yəni mən sizlə razıyam ki, Ermənistanı dəyişmək üçün bir balaca boy vermək lazımdır ki, Ermənistanın işlərini aparsın. Gedir də. Biz təsir eləməliyik. 50%. Biz Ermənistanı Rusiyanın caynağından çıxarmalıyıq. Ermənistan Türkiyə ilə Azərbaycanın nəzarətində olmalıdır. Mən sizlə razıyam. Mənim dediyim ondan ibarətdir ki, biz Paşinyana güzəştə getməyik, çünki bunlar güzəştə başa düşmürlər. Paşinyana güzəştə getməklə... Onu düz deyirsiniz. Ermənilər güzəşt anlayışı yoxdur. Prinsiplərimizdən geri çəkilməyək. Konstitusiya məsələsini qoyaq. Buyur, konstitusiya dəyişdirilirsən, 6 ay keçsin, bir ay demirsən, 1 il demirsən, olsun 1 il olsun. Konstitusiya dəyişəndən sonra sizdən bir sülh müqaviləsinə gedirik, olsun. Ondan sonra Zəngəzur dəhlizi işə düşəcəkdir. Onsuz Zəngəzur dəhlizi 28-29-cu il deyirlər də, hələ tezi. Onsuz işə düşməyə hələ tikinti işləri gedəcəkdir orada. Yəni ona görə də bu vaxt ərzində bizim dediyimizi həyata keçirir. Mən başqa bir incə bir mətləbə toxunmaq istəyirəm ki, burada bunun cəmisi 6 səs çatmır da, o 3də 2. 64 deputatı var indi. 70 olmalıdır. 71 olmalıdır. 70-71 belə. 64-65 oldu indi. O Çarıkyan partiyasından seçilənlərdə bölüşdürüldü, artdı. 6 deputata ehtiyacı var. İndi mən fikirləşirəm ki, ermənilər, görürsünüz bu saat Ermənistan cəmiyyəti nə deyirlər? Ermənistan cəmiyyətinin iqtidardakı olanlar da, müxalifətdə olanlar da, bunların ekspertlər də deyirlər ki, urra! Konstitusiyon deməli çoxluq Paşinyan ixtiyarında yoxdur. Deməli konstitusiya dəyişməyəcəkdir, sülh müqaviləsi imzalamayacaqdır. Müxalifəti də deyir bunu. Revanşistlər də deyir bunu. Hakimiyyətdə olanların ekspertlər də deyirlər ki, vəziyyət bundan ibarətdir. Azərbaycanı o fakt qarşısına qoyurlar. Və sabahları tutaq ki, oyuncu məqam mən deyirəm ki, bu Paşinyan oyuncudur, oynayır. Sinarilə kimlərsə cızıb da eləyib də o sinarilə oynayır. Bizim icazəmiz daxilində oynayır, açıqca. Mən o fikirdəyəm. Paşinyan Türkiyə ilə Azərbaycan qarşısında, Rəcəb Tayyip Ərdoğanla İlham Əliyev qarşısında oyun oynaya bilməz. İstəyərdim ki, el olsun da. Amma biz hər pis variant çünki dəmir yumruq yerindədir, onu bilir. Pis variantda fikirləşək də. Yəni bu oynayır. Bu 6 səs, 5 saat, 7 səs onun üçün elə bir ciddi məsələ deyildi. Biz 100% tutaq deyək ki, bunlar tam demokratik seçki keçirdilər. Xeyr. Yəni söhbət ondan gedir ki, o demokratik keçirilməyən seçkinin içərisində bir 7 səs məsələsini həll edə bilər. Ona görə də şübhə yaranır ki, Paşinyanla biz həmişə demişik, ya mən hələ Qarabağ təşkilatının vaxtında deyirdim ki, bunların iqtidarının müxalifəti Azərbaycana qarşı, Türkiyəyə qarşı mövqedə müvahiddirlər. Yəni bunlar Azərbaycana qarşı hər ikisinin razılığı əsasında elə bir vəziyyəti yaratdılar ki, konstitusiyada dəyişikliyə onların əldə etdiyi çoxluq imkan verməsin.